Hal-hazırda ölkə gündəmini Ramiz Mehdiyev mövzusu zəbt edib. Onun həbsi haqqında müxtəlif versiyalar səslənir. Versiyalardan biri də onun Rusiyaya casusluq ittihamıdır. Ramiz Mehdiyevin mövcud hakimiyyətin banilərindən biri olduğunu və bu rejim üçün illərdir siyasi texnoloq rolunu oynadığını çoxları bilir. Onu Rusiyanın adamı adlandırmaq asan olsa da, bir neçə il öncə o bütün əsas siyasi mexanizmlərdən kənarlaşdırılıb. Niyə məhz indi Əliyevin Putinlə qucaqlaşmağından dərhal sonra hakimiyyət tərəfindən yüksək mükafatlarla təltif olunan bu adam həbs olunur və ölkəyə xain kimi təqdim edilir? Əgər Mehdiyevi Əliyev öz iradəsi ilə həbs etdirsəydi, o ən azından bunu ya bu qədər gürültülü etməzdi, ya da indi yox, Rusiya prezidenti ilə görüşündən bir müddət sonra və başqa bir adla edərdi. Görünən budur ki, Əliyev klanının Azərbaycandakı hakimiyyət qüdrəti mütləq və tam əhatəli deyil. Ramiz Mehdiyevin həbsinə göstəriş verən qüvvələr bir tərəfdən bununla Rusiyaya bir mesaj verib, rəsmi Bakı ilə Moskvanın münasibətlərinin yumuşalmasına baxmayaraq, Azərbaycanın ümumi siyasi istiqamətini nümayiş etdiriblər. Digər tərəfdən isə bu Əliyevə bir xəbərdarlıqdır ki, o iç tərəfində Made in Great Britain yazılan xaltasını çox dartmasın, yoxsa boğula bilər. İnternet üzərində digər şəbəkələrdə vətəndaş X yazın və məni yenidən tapın. Mən bütün platformalarda varam, xüsusən Telegramda məni izləyin.